Salam. Bəzən böyük bir cinayətin üstünün açılması heç də hüquq mühafizə orqanlarının əməkdaşlarından deyil, bir qeyrətli vətəndaşın narahatlığından, məlumatından sonra açılır. Bugün danışacağımız silsilə qatillərin bir addım tez ifşa edilməsində bir vətəndaşın ərizəsi rol oynayır. Təbii ki, həmin cinayətkarlar gec-tez yaxalanacaqdılar, lakin artıq adam öldürməyi gündəlik rutinə çevirən silsilə qatillər yaxalanana qədər bəlkə də daha çox adam öldürəcəkdilər. Başlayaq. Hər şey bir payız səhəri Binəqədi prokurorluğuna daxil olan ərizə ilə başlayır. Bakı sakini son günlər gözə dəyməyən ahıl yəhudi qonşusu Yelizaveta Blednovadan narahat qaldığını deyir. Həmin qadın qohumları İsrailə köçdüyündən Bakıda tək yaşayır. Qeyd. Biz hamımız ona dərin hörmət bəsləyirik, ancaq son günlər ümumiyyətlə həyatda görünmür. Sizdən xahiş edirik ki, bu gözəl insanın taleyi ilə maraqlanasınız. Biz çoxdan onun taleyindən narahatıq. Prokuror Azər Cəfərov ərizəni təkrar nəzərdən keçirir, telefonun dəstəyini qaldırıb qısaca göstəriş verir. Əfqan yanıma gəlsin. Böyük müstəntiq 2-ci dərəcəli hüquqşünas Əfqan Məmmədov ərizə ilə tanış olur. Ərizə 1995-ci il oktyabrın 26-sında daxil olmuşdu. Əvvəlcə Yelizaveta Blednovanın mənzilinin qapısı açılır. Lakin gözlənildiyi kimi onun nə cəsədi ilə rastlaşılmır, nə də ki, ümumiyyətlə orada şübhəli nəsə bir şey gözə dəymir. Mənzil nəzarətə götürülür. Vətəndaşların, qonşuların aktivliyi, onların məsələyə daha həssas yanaşması və qonşuluq münasibətlərinə önəm vermələri də sonradan cinayətin açılmasında xeyli müsbət rol oynayır. İki versiya irəli sürülür. Birincisi ola bilər ki, Yelizaveta Vasilyevna qonşularına heç nə demədən İsrailə köçüb. Ancaq bu qadın qonşuları ilə çox mehriban idi. Hamı təsdiq edir ki, o neçə illik qonşuları ilə görüşmədən, xəbər vermədən heç vaxt heç yerə gedə bilməzdi. Bununla belə viza və qeydiyyat idarəsinə də sorğu göndərilir. Qurumdan rəsmi şəkildə bildirilir ki, Blednova xarici ölkəyə getmək üçün heç bir sənəd verməyib. O zaman ikinci versiya yoxlanılmalıydı. Belə ki, Blednova mənzil cinayətinin qurbanı ola bilərdi. Həmin zamanlar Bakıda tez-tez rastlanan bir cinayət var idi. Yaşlı insanları aradan götürüb evlərinə sahib çıxmaq. Təsəvvür edin, hansısa əlacısız, tənha bir qocanın köməksiz vəziyyətindən istifadə edirlər, onu aldadırlar, hansısa sənətə qol çəkdirib evini əlindən alırlar və özünü ya öldürürlər, ən yaxşı halda da küçəyə atırlar. Bizim cinayət işində isə daha dəhşətli məqamlar ortaya çıxır. Ona görə də mənzil alqı-satqısı ilə məşğul olan bütün təşkilatlara tapşırıq verilir ki, Yelizaveta Blednovaya məxsus hər hansı mülk satışa çıxarılarsa, bu barədə sənəd daxil olsa, proses başlanılmadan, yəni heç bir imzalanma olmadan dərhal Binəqədi rayon prokurorluğuna məlumat verilsin. Bu çevik qərardan sonra qısa bir müddət sonra Blednovanın mənzili ilə bağlı arayış almaq istəyənlər mənzil istismar sahəsinə gəlirlər və yaxalanırlar. Amma iş bununla bitmir. Onlar Əsmər Gözəlova və Əmir Əhmədov idi. Ancaq hələ icebergin görünən tərəfindən xəbəriniz var. Blednova qətlinin davamı isə əməlli başlı bir silsilə qətlidir. Silsilə qatillərin ikisi dimdiyindən yaxalanmışdılar. Əsmər Gözəlov və Əmir Əhmədovun yaşadıqları evdə axtarış aparılır. Çox axtarmaq lazım gəlmir. Evdə Yelizaveta Vasilyevnanın sənədləri və şəxsi əşyaları tapılır. Prokuror Azər Cəfərovun qərarına əsasən Əfqan Məmmədovun rəhbərliyi ilə istintaq əməliyyat qrupu yaradılır. Cinayəti törədən şəxslər elə qurbanlar seçirdilər ki, onların artıq kimsəsi qalmayıb. Həm də qarışıq illərdir və onların yox olması müxtəlif yerlərə yozula bilər. Məsələn, Əsmər və Əmir düşünmüşdülər ki, Yelizaveta Blednova da yəhudidir. Bir gün yoxa çıxsa, hamı düşünəcək ki, yəqin ki, o da digər qohumları kimi, yəhudilər kimi İsrailə qayıdıb. Beləliklə, kimsə onu axtarmayacaq.
Lakin onların ehtimalları özünü doğrultmur. Ümumiyyətlə, bu silsilə cinayətin üstünün açılmasında Yelizavetanın və onun Azərbaycanlı qonşularının bir-birinə olan mehriban münasibəti və qayğısı çox ciddi rol oynayır. Canilərin isə bu ağıllarına gəlməmişdi. Çünki onların özlərində mehribanlıq, vicdan yox idi və buna görə də düşünməmişdilər ki, Azərbaycanlı qonşular bir yəhudi qarıya görə onun gözə dəyməsindən narahat olsunlar və buna görə birbaşa prokurorluğa müraciət eləsinlər. Amma onlar saydığını sayırdılar, bizimkilər də tamam ayrı bir hesablama aparmışdılar. Bəs əlimizdə olan Əsmər və Əmir kimdir? Qadın 1965-ci ildə Bakıda, Əmir Əhmədov isə 1970-ci ildə Şəmkirdə doğulub. Onlar qeyri-rəsmi sevgilidirlər. Cinayət işlərini təqib etdikcə görürük ki, onlar təkcə pul tamah məqsədi ilə yox, hətta ehtiras məqsədi ilə də cinayətlər törədib, bəzən öz əzizlərini də ehtiraslarına qurban veriblər. Bu barədə az sonra danışacağıq. Yenidən qayıdaq yəhudi qadın Yelizaveta Blednovanın məsələsinə. İstintaqçılar Yelizavetanın qonşularını dindirərkən bəlli olur ki, son vaxtlar doğrudan da onun evinə gənc bir cütlük gəlib gedirmiş. Həmin qadın bəzən də tək gəlib saatlarla Vasilyevnanın yanında olur, onunla söhbət edirmiş. Həmin şəxslərin Əsmər və Əmir olduqları bəlli olur. Bu kimi bəlliliklərlə asta-asta canilər törətdikləri tükürpədən cinayətləri açıb tökməyə başlayırlar. Ancaq onlar hər bir cinayət barədə danışanda başqa bir cinayətə görə özlərini ələ verməməyə çalışır, elə buna çalışdıqca da özlərini itirir, daha çox ələ vermiş olurlar. Müstəntiq yaxşı bilirdi ki, bu xəmir hələ çox su aparacaq. Proses belə başlayır. Övladları yanında olmayan Yelizaveta hər kəsdən mehribanlıq umur. Bu zaman sanki xüsusən belə işlər üçün doğulmuş Əsmər şikarını tanıyır və şeytan tükülü qadın qarıya yaxınlaşmağa başlayır. Ona nəvaziş göstərir, demək olar ki, hər gün ondan xəbər tutur, ehtiyacı olduğu şeyləri də almağı unutmur. Qısa müddətdə Əsmər Blednovanın qəlbinə girməyi bacarır. Nəzərə alsaq ki, dələduzların bu bacarığı xüsusi olur, o zaman heç kəs qoca Yelizavetanın aldandığına görə qınaya bilməz. Bir gün isə Əsmər Yelizavetaya dənizə getməyi təklif edir. İllərlə həyətdən kənara çıxmayan qarı bu təkliflə iki əli razılaşır və Əmirlə Əsmərə qoşulub oktyabrın 15-də dəniz sahilinə gəzməyə və təmiz hava qəbul eləməyə gedirlər. Onlar Şüvalana elektrik stansiyasının yanındakı bağa gəlirlər. Burada Əsmərin qohumunun bağ evi var idi. Bağa daxil olduqdan qısa müddət sonra Əmir qəfildən qoca qadını itələyir. Yerə yıxılan kimi də onu çəkiclə başından dəfələrlə vuraraq qətlə yetirir. Sonra heç nə olmayıbmış kimi onu elə oradaca, bağdaca bastırıb işlərinə davam edirlər. Prokuror Azər Cəfərovun siyahısında xeyli adamın adı, familiyası var idi. Bakı böyük şəhər idi. Hər gün kimsə yoxa çıxır, kimsə öldürülürdü. Təbii ki, cinayətlərin hamısını tezliklə açmaq mümkün olmur. Nə qədər səy göstərilsə də qatilləri tapmaq müşkülə çevrilirdi. Siyahıda adı olan Əntiqə Mirzəyevanın da daha bir müddət əvvəl eyni ilə Yelizaveta Vasilyevna kimi müəmmalı tərzdə itməsi əlbəttə prokurorun və müstəntiqin nəzərindən yayına bilməzdi. Maraqlıdır ki, bu yaşlı qadın da tənha idi və məhz Atatürk prospektində yaşayırdı. Eynən Blednova kimi Əntiqə Mirzəyeva da yaxın adamlarını itirdikdən sonra tək tənha qalmışdı. Hər gələn qonağına görə hədsiz sevinirdi, onu sevinclə qarşılayırdı. Kiminsə xoş rəftarını görmək, şirin sözünü eşitmək onun üçün böyük təsəlli idi. Bir müddət əvvəl özünə bir rəfiqə tapmışdı. Qızı yaşında olan bu qadın onunla yaşda çox kiçik olsa da söhbətləri tuturdu. Adətən qoca Əntiqə xala danışır, qız da ona qulaq asırdı. Elə vəziyyət yaranmışdı ki, bu qız bir neçə gün gəlməyəndə Əntiqə narahat olurdu. Bəli, düz tanıdınız. Bu qız
təbii ki, artıq bizə tanış olan şeytan tükü gəzdirən Əsmər idi. Əsmər onun da qəlbinə girmişdi. Sonradan Blednovanın qəlbinə girdiyi kimi. Əsmər şəhərdə tənha, bir xoş sözə möhtac insanların qılığına girməyi yaxşı bacarırdı. Onlar da Əsməri öz balası kimi istəyirdilər. 1995-ci ilin sonunda Əsmər yenə Əntiqə xalanı ziyarətə gəlir. Bu dəfə tək yox, Əmirlə. Elə ilk görüşün ardınca Əmir öz işinə başlayır. Özü ilə gətirdiyi kəndiri qoca Əntiqə Mirzəyevanın boynuna salır və bir neçə saniyə ərzində ömrünün son günlərində özdə sevgi tapan, əzizlənən qarını həyatdan məhrum edir. Sonra onu da bağa apararaq bastırırlar. Daha sonra Mirzəyevanın mənzilinə qayıdırlar, əllərinə keçəni yığışdırıb qapını bağlayıb gedirlər. Onlar həm də qurbanlarının mənzillərini satırdılar. İndi bir sual yaranır. Bəs evin sahibi, yəni əsl sahibi öldürüldükdən sonra onlar mərhumun evini öz adlarına necə keçirirdilər? Axı öz adlarına keçirilməsələr sonradan bu evləri sata da bilməzdilər. Silsilə qatillər bunun da yolunu tapmışdılar. Gəlin bu metoda elə Yəhudi qadın Blednovanın cinayəti üzərindən baxaq. Ev ələ keçirmək əməliyyatında iki qadın iştirak edir. Biri Əsmər, digəri isə artıq qətlə yetirilmiş Yelizaveta Blednovanın rolunu oynayan Olya Bapova. Blednova öldürülür, sənədləri götürülür, sonra təxminən Blednova yaşlarında və biraz ona oxşayan bir qadın tapılır. Bu qadın da Olya Bapovadır. Özünü Blednova kimi təqdim edərək notariusa yaxınlaşır, mənzili özəlləşdirilməsi ilə bağlı sənədləri, pasportu və mənzilin Əsmərə satılmasına dair müqaviləni təqdim edir. Müqavilə notarius tərəfindən təsdiqlənir və budur, Əsmər Blednovanın mənzilinin sahibinə çevrilir. Eyni əməliyyat Əntiqə Mirzəyevanın mənzilinin ələ keçirilməsi zamanı da istifadə olunub. Təəssüf ki, bu şəxslərin silsilə qatilləri bununla da tamamlanmır. Onlar prosesin davamında daha dəhşətli əməllərə imza atır. Yatağında işrət yaşadıkları Əsmərin qardaşının da aqibəti ağır olur. Eyni zamanda şəhərdə daha bir neçə qadının taleyi Blednova kimi tamamlanır. Həmin qadınların dəhşətli ölüm senarisi barədə də sizə danışacağıq. Amma hələlik sizə peşəkar prokurorluq əməkdaşlarının bir metodunu da təqdim edək. Onlar Bakıda bağlı qalmış bir neçə analoji qətl hadisəsinin qurbanlarının adını da Əsmərin yanında çəkərək, dəfələrlə həmin adamların adını çəkərək onun reaksiyasına baxırlar. Əsmər nə qədər soyuqqanlı olmağa çalışsa da, həmin qurbanların adlarını eşitdikdə narahat olmağa başlayır və beləliklə həmin silsilə qətillərin üstü də açılmağa başlayır. Bu qətillər barədə isə verilişimizin növbəti sayında danışacağıq. TV11-i izləməkdə davam edin, tezliklə verilişimizin davamını təqdim edəcəyik. Hələlik isə sizə cinayətdən və cinayətkarlardan uzaq qalmağı arzuluyuruq. Salamat qalın.